Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə Bakıda anasının qeyri-rəsmi nikahda yaşadığı şəxsi qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Yavər Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Yavər Qasımov prosesə sədrlik edən hakimə müraciət edərək "Möhtərəm hakim, anam üçün çox darıxıram, məni ev dustaqlığına buraxarsınız" deyə xahiş edib. Qısa müşavirədən sonra məhkəmə vəsatətin təmin edilmədiyini bildirib. Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib və növbəti iclas fevralın 3-ünə təyin edilib. Xatırladaq ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq mühafizə orqanlarına məlumat daxil olub. Araşdırmalara görə məlum olub ki, Emil Əliyev qeyri-rəsmi nikahda yaşadığı qadının 16 yaşlı oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Azyaşlı Yavər barəsində Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.